Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Akademik Milli Dram Teatrının səhnə arxasında əlbəyaxa dava baş verib. Xəbər verilir ki, bu barədə Sözügedən teatrının aktyorları məlumat verib. Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub. Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, azdıramaya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yarandı və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücum çəkərək ona yumruq atıblar. Vəziyyətin dramatik həddə çatacağını görən xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əskərov dava edənləri ayıraraq hadisə yenidən uzaqlaşdırılıblar. Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib. Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.